Salam hörmətli izləyicilər. Bu günləri Binəqədi rayonu Binəqədi qəsəbəsində Astanovka dayanacağı yaxın bir məsafədə, bir də Kilidə Canalayı Astanovka dayanacağı yaxın bir məsafədə gözəl bir otaqlı həyət evimizi sizə təqdim edirik. Deməli evimiz tam dolu vəziyyətdə satılır. Dolu. Bir dənə əyninə paltarını rahat gətir, bir dənə qavqaşığı gətir, gir yaşa vəziyyətdə. Gözəl əlim yanı super. Elə bir ev satışa çıxartmışam ki, möhtəşəm bir, heç kəsdə yoxdur. Möhtəşəm bir ev satışa çıxartmışam ki, evi elə bir gəldin, aldın, gedin, yaşadın. Kampaniya. Evin içində rahat bir 15 min əşyalar var. Daxil oluq evimizə buyurun. Gəl aldı, qardaş, gəl aldı. Vah, bəh, bəh, bəh. Bizi burada geniş bir gözəl koridor qarşılayır bizi. Buyurun hesablı baxaq. Evimiz tam ideal təmirlidir. Binəqədi rayonu, Binəqədi qəsəbəsinin Astanovka dayanacağı yaxın bir məsələ. Şok bir qiymətə. Çox bir qiymət elə bir ev çıxartmışıq ki. Gəl al da qardaş, ki sənə qismət olsun. Şaxta baba, hədiyyə. Bu ev hədiyyədir. Şaxta baba bu evi verə bilir. İçi dolu vəziyyətdə hədiyyə verir. Daxil olduq sağda spalnimizə. Buna baxın. Mebelləri hamısı təmtəzə. Təmtəzə mebellərdən. Bu nə satış çəkməlidir? Daxil olduq mətbəximizə. Mətbəximizdə bir də ətrafı çəkməlidir. Bax, kombisi, təzə kombi, kombi. Mətbəx mebeli, paltar yuanı, bəh, xaladelniki, gözəl bir evdir, gözəl bir, içi dolu vəziyyətdə, əşyalı, tam əşyalı, şok bir qiymətə, heç neçəyə satılır. Bir növ tərəfə baxaq, daxil olduq zalımıza. Daxil olduq zalımıza. Burada bizə 6 metri, 4 metrə zalımız qarşılayır bizə. 6 metr, evin içərisində nə şey görürsünüz, hamısı evin içində qalır. Təcili olaraq satılır, evin içində qalır. Bütün əşya, kombisi, kuxna mebeli, kondisioneri, paltar yuvalı, xaladelniki, stol stulu, mehveli, hətta Wi-Fi belə bax. Gəl görməlidir. Hələ belə bax, belə bax. Yataq dəstisi, ikinci yataq dəstisidir bu, bax. Bütün tam mebellərdən, əşyalarla. Lüstrində kimi, hər şeyi, bax, kondisionerdə kimi. Çəkmədim kondisionerdə. Tam dolu vəziyyətdə. Bu saat görürsən çəkin. Çəkmədim ətraflı. Evimiz Binəqədi rayonu, Binəqədi qəsəbəsində, Cəfər Cabbarlı küçəsində Astanovka dayanacağı yaxın bir məsafədə yerləşir. Çox bir qiymətə, gözəl bir qiymətə çalışım. Öz şəxsi evimizdir. Gözəl bir qiymətə verəcəm. İçi dolu əşyalı. Piyada uşaq getdi 179 nömrəli məktəb. Evlə Astanovka ilə evin arası 15 metr məsafədədir. Profildə nömrələrimiz var. Zəng eləyin, gəlin bu evə baxın. Sənədlər də tam qaydasındadır. Öncədən təşəkkür edirəm.